Salam dəyərli izləyicilər, bugünkü mövzumuz miokard infarktı haqqındadır. Miokard infarktı ürəyin tac damarlarının daxilində yaranmış aterosklerotik düyünün zədələnməsi nəticəsində trombun formalaşmağı və bu da həmin nahiyəyə qan təchizatının pozulmasına səbəb olan bir xəstəlikdir. Miokard infarktı zamanı pasiyent döş sümüyü arxasında sol qola, sol çiynə, sol çənəaltı nahiyəyə yayılmış kəskin, şiddətli, heç bir ağrı kəsici təsirindən keçməyən bir ağrılardan şikayətlənir. Amma bəzən infarkt tipik formada olmaya bilər. Bir neçə infarkt formaları var ki, məsələn, abdominal forma infarktları bu mədə-bağırsaq formasında özünü büruzə verir. Pasiyent epigastral, yəni mədə nahiyəsində yayılmış kəskin ağrılardan şikayətlənir. Lal infarkt bu əsas şəkərli diabet xəstələrində ağrısız formada ola bilər və kəskin ciddi təngnəfəslik şəklində ortaya çıxır. Belə əlamətlər hiss etdiyiniz anda təcili tibbi yardıma zəng vurun. İlkin müdaxilə sizin həyatınızı xilas edə bilər. Lakin bu miokard infarktı yaranmaması üçün sizin vaxtında həkim kardioloq müayinəsindən keçməyiniz tövsiyə olunur.